Azərbaycan xalq musiqisinin qədim və ən mühüm janrlarından biri mahnıdır. Məhz mahnılarda xalqın dünya görüşü və psixologiyası, onun daxili aləmi, fikir və hissləri, arzuları və tarixi müqəddəratı ifadə olunur. Hər zaman fikir və hisslərin səmimiyyəti ilə seçilən, xüsusi müdrikliklə isinmiş mahnılar həm də xalq yaradıcılığının janr cəhətdən zəngin sahəsidir. Xalq təcrübəsində olduqca qədim, eləcə də nisbətən sonrakı dövrlərdə yaranmış nümunələrini özündə ehtiva edən əmək mahnıları qrupu bir janr kimi çox sabit mövqeyə malikdir. Əmək mahnıları sinfinə əkinçilik, şum, məhsul yığımı, düyünü alaq etmək dönəmi ilə bağlı mahnılar daxildir. Xalq arasında çoban mahnıları, maldarlar, sənətçilər haqqında mahnılar da bəstələnmişdir. Bunlar əsasən qədim mənşəyə malik mahnılardır. Onların hamısı dəqiq metroritmik vəhdəti, yubilyasiyalarla zənginləşdirilmiş recitativ başlanğıcın bitkinliyi ilə seçilir. Şum nəğməsi, biçinçi nəğməsi, həsri basma mahnıları bu qəbilədəndir. Nisbətən gec meydana gəlmiş əmək mahnılarının ən mükəmməl nümunəsi əməyi, əmək prosesini tərənnüm edən mövsümi mahnılarla bağlı olan holavar mahnılarıdır. Əmək mahnılarının müəyyən bir qrupunu adətən kəndlilər, ən çox da çobanlar tərəfindən ifa olunan sayaçı mahnıları təşkil edir. Xalq təcrübəsində mövsüm və təqvimlə bağlı mahnılar da geniş yayılmışdı. Bunlara mövsüm mahnıları da aiddir. Mövsümi mərasimlərlə əlaqədar mahnılar arasında Novruza, baharın gəlişinə həsr olunan mahnılar xüsusi yer tutur. Azərbaycan xalq musiqisinin mühüm bir hissəsini ailə məişət mahnıları, folklorun ən qədim qatlarına məxsus olan toy mahnıları və yaz dəfn ağıları təşkil edir. İcrasının müddətinə, ayinlərin zənginliyinə və rəngarəngliyinə görə toy mərasimi daha əhəmiyyətlidir. Qədim dövrlərdən yaranaraq əsrlər boyu təkmilləşmiş Azərbaycan toy mərasimi poetik söz, musiqi və rəqs sənətlərinin elementlərinin özündə cəmləşdirən janr kimi formalaşmışdı. Toy mahnılarına gəlinin anası, eləcə də qaynana, elçilər və sair oxunan xeyir-dua və öyüd nəsihət mahnıları, təzə evlənənlərin qohumlarının, dostlarının ifa etdikləri təbrik mahnıları və sair mahnılar daxildir. Toy mərasiminin əsas tərkib hissəsini bəyin və xüsusilə də gəlinin gözəlliyini, həmçinin onların qohumlarını tərif edən mahnılar təşkil edir. Toy mərasimi mahnıları arasında müəyyən ayinlərlə, məsələn, xına yaxtı ilə bağlı mahnılar da müəyyən yer tutur. Sadalanan qruplara daxil olan mahnılar əsas etibarilə mərasimin bayram təntənəsini və sevinc əhval-ruhiyyəsini əks etdirir. Toyda ifa olunan mahnıların tematikası çox vaxt mərasimin sujetindən daha geniş olur. Bu baxımdan onlar bəzən əhval-ruhiyyəsinə, xüsusiyyətinə görə qeyri-mərasim mahnılarına bənzəyir. Lakin onların bir-biri ilə eyniləşdirmək olmaz. Çünki toy mahnıları müəyyən bir mərasimlə bağlı olub, onu müşahidə edir və yalnız toy mərasiminin ümumi aurasında anlaşıla bilər. Toy mərasiminin erkən formaları haqqında xalq nağıllarında, əfsanələrində, Dədə Qorqud, Koroğlu eposlarında xeyli dəyərli məlumatlara rast gəlmək olar. Toy mərasimləri haqqında maraqlı fikirlərə Nizaminin və keçmiş dövrün şairlərinin əsərlərində də rast gəlmək mümkündür. Toyda mahnı və rəqs çox zaman vəhdət təşkil edirdi. Yəni rəqs edənlər oynaya, oynayanlar isə oxuya bilirdi. Toy mahnılarının melodik inkişafı özünə tabe edən tipik rəqs mahiyyəti, ritmik əsası da buradan irəli gəlirdi. Mahnıların formalaşma prinsipi tərkib hissələrinin eyni ilə və ya yeniləşmiş tərzdə təkrarı da onların rəqs mahiyyəti ilə bağlıdır. Toy mahnılarının xüsusi qrupunu halay silsiləsindən olan mahnılar təşkil edir.
Bu qrupun uzaq keçmişdə yaranmış mahnı rəqsləri daha çox kəndlərdə geniş yayılmışdır ki, bu da onların bilavasitə əkinçi əməyi ilə əlaqəsindən irəli gəlir. Sonralar oyun və yarış elementlərinin varlığı onları toy mərasimlərinə daxil etməyə imkan vermişdi. Halay tipli toy mahnılarını adətən qadınlardan ibarət iki xor qrupu ifa edirdi. Onlar öz mahnılarını rəqs hərəkətləri ilə dəfn sədaları altında əl və ya çırtma çalmaqla müşahidə edirdilər. Məişət mərasimləri arasında ən qədimlərindən olan yas dəfn mərasimi özünə məxsus yer tutur. Bir çox tarixi mənbələrin verdiyi məlumatlara görə qədim Azərbaycanda yuq mərasimi mövcud idi. Müasir matəm mərasiminin tərkibinə ondan çox şey daxil olmuşdu. Yuq mərasimi bir zamanlar həm tamaşaçılardan, həm də aktyorlardan ibarət mimlərin, rəqqasların, oxuyanların və nağılçıların iştirak etdiyi teatrlaşdırılmış kütləvi tamaşa idi. Bu yığınacaqlara qopuz alətində çalan, eyni zamanda rəqs edən xüsusi ağı deyənlər dəvət olunurdu. Azərbaycanda bu gündə məlum olan matəm mərasimləri hələ 6-7-ci əsrlərdə düzənlənirdi və son zamanlara dək öz formasını əsasən qoruyub saxlamışdı. Bu mərasimlərə yas mahnılarına aid olan ağılar, lirik mahnılar, bayatılar və ağlaşma mahnıları, mərsiyələr daxil idi. Bunların daxili janr müxtəlifliyinin zənginliyinə görə geniş yayılmış növü mərsiyədir. Uzaq keçmişdə yaranmış mərsiyələr sonralar Azərbaycan peşəkar şairlərinin sözləri əsasında oxunmağa başlandı. Onların arasında 19-20-ci əsrlərin şairləri olan Qüdsi, Qüruri, Sabir, Vahid və başqaları da var idi. Yas dəfn mərasiminin əsas komponentlərindən olan mərsiyələr, məhərrəmlikdə düzənlənən səhnələşdirilmiş səbih mərasimlərinə aid edilir. Müsəlman təqviminə görə, İslam dini uğrunda şəhid olanların xatirəsinə Məhərrəm ayında qurulan təziyələrdə musiqiyə xüsusi yer verilirdi. Adi ağıların bir çox üslub xüsusiyyətlərini özündə cəmləşdirən mərsiyələr fikir dərinliyi, mövzu genişliyi, eləcə də obraz xüsusiyyətlərinin müxtəlifliyi ilə seçilir. Mərsiyələrin mənşəti bu janrın sərbəst və orijinallığını müəyyənləşdirərək, onlarda bir sıra melodik, ritmik, struktur kompozisiya səviyyəsində fərqli cəhətlərin mövcudluğunu izah edir. Mərsiyə üçün kədərli, gərgin əhval-ruhiyyəli, düşüncə, xəyal səciyyəvidir. Məhz bu səbəbdən mərsiyələrin artıq ilkin zənginləşməsi informasiya tezisində melodiyanın gələcək inkişafının əsasını təşkil edən ideya çox yığcam şəkildə ifadə olunur. Çoxsaylı variant təkrarlardan və əsas musiqi fikrin dərinliklərindən özünə məxsus qafiyə ilə bəndləşdiyindən mərasimin bütün avazı yaranır. Xalq mahnı yaradıcılığının bütün sahələri ilə ümumi musiqi üslub xüsusiyyətlərinə malik mərsiyələr eyni zamanda özünə məxsus üslub xüsusiyyətlərinə də malikdir. Bu onların xüsusi janr qrupuna aid etməyə imkan verir. Azərbaycan xalqının mahnı yaradıcılığında görkəmli yerlərdən birini tarixi və qəhrəmanlıq, vətənpərvərlik mövzusu yadelli işğalçılara və zülmkarlara qarşı xalqın mübarizəsini əks etdirən epik janra aid mahnılar təşkil edir. Bunlar xalq arasında sevilən məşhur dastanların qəhrəmanları, Koroğlu, Qatır Məmməd, Kəndli üsyanının başçısı Qaçaq Nəbi və başqalarına həsr olunmuş mahnılar aid edilə bilər. Gedən gəlmədi, Piyada Koroğlu, Qaçaq Nəbi kimi mahnılar bu qəbilədəndir. Xalq arasında varlı mülkədarların yalançı, riyakarlıq, ikiyüzlülük lovğalıqlarını lağa qoyan məzəli mahnılar da rast gəlmək mümkündür. Bu qrupa aid olan bəzi mahnıların maraqlı cəhətləri teatrlaşdırılmış elementlərin mövcudluğundandır. Bu da bir qayda olaraq gənc oğlan və qız arasında məhəbbət dialoqu forması ilə ifa olunur. Yaylıq, sandığa girsəm neylərsən, belə mahnılara aid edilir.
Bu mahnıların böyük bir qrupunu Naxışda və Güdümcan, eləcə də yuxarıda qeyd etdiyimiz halay sinfindən olan kollektiv mahnılar təşkil edir. Xalq yaradıcılığında ən geniş yayılmış və janr zənginliyi ilə seçilən lirik mahnılardan məhəbbət mövzusu mahnıları üstünlük təşkil edir. Lirik mahnıların obraz məzmununu və əhval-ruhiyyəsini, ayrılıq, həsrət, sevgilisinin gözəlliyinin tərifi, dərd, qüssə, sevinç, həyat eşqi kimi hissləri vəsf edir. Mahnılarda eləcə də təbiətə, güllərə, ulduzlara, bülbülə, ceyrana, kəkliyə və s. müraciət olunmasına tez-tez rast gəlirik. Xalq mahnı yaradıcılığının bütün qatlarından keçən lirik mənbə, milli bədii ifadə formalarının ən güclü vasitələrindən biri səviyyəsinə yüksəlməsidir. Azərbaycan xalq mahnı yaradıcılığı poetik forma ilə sıx əlaqədə yaranmışdır. Musiqi ilə sözün belə vəhdəti xalq mahnılarının əsas xüsusiyyətlərindən olaraq onların quruluşunun bir çox qanuna uyğunluqlarına öz təsirini göstərmişdir. Azərbaycanda xalq mahnılarının mətnlərinin əsasını xalq poeziyası formaları üçün səciyyəvi olan bayatı, qoşma, bəzən gəraylı təşkil edir. Bu şeir formalarının əsas xüsusiyyətlərindən biri söz sonluqlarının dəqiq qafiyələnməsidir. Misraların sayından asılı olmayaraq onlar cüt-cüt və ya 3-4 misra ilə qafiyələnməlidir. Lirik mahnılarda emosional aydınlıq onların improvizasiya xüsusiyyətinin daha qabarıq şəkildə özünü büruzə verməsi ilə bağlıdır. İmprovizasiyalılıq adətən melizmatika, yubilyasiya, ornamentliliyin, xüsusilə də səs ətrafında oxuma prinsipindən irəli gəlir. Melizmatikanın bu dərəcədə zənginliyi onunla izah olunur ki, ornamentika Azərbaycan xalqının bədii təfəkkürünün mühüm xüsusiyyətlərindəndir.